Bu aralar bir şeyə çox fikir verirəm ki, bizim cəmiyyətdə hələ də düşüncə tərzini yetişdirə bilməyən insanlar var. Hələ də qız uşaqlarına hörmət etməyən ailələr var. Hələ də qız uşağına haqq verməyən, söz haqqı verməyən ailələr var. Ərə gedən zaman belə get, o evdə ölsən də, qalsan da ancaq meyidin o evdən çıxa bilər. Ərin səni söysə də, döysə də səsin çıxmasın. Dinmə, danışma. Ancaq işini gör. Sanki bir qadın qul kimi, nökər kimi gedir o evə və yalnız işi, ev işləri görmək, dünyaya uşaq gətirməkdir. Bəs orasını düşünən yoxdur ki, söz haqqı olmayan qadın hansı uşağı dünyaya gətirib o uşağa hansı tərbiyəni verə bilər? O ancaq qul kimi, nökər kimi işləməkdən başqa nəyi bilə bilər? Mənə elə gəlir, mən elə düşünürəm. Siz nə düşünürsünüz? Rəy bölməsinə yazın. Mənə görə hər bir qadının arzularına, istəklərinə hörmət duyulmalı. Demirəm ki, qadına hər gün istədiyi hər şey alınmalıdır. Amma onun ən azından arzuları, istəkləri nəzərə alınmalıdır. Ona söz haqqı verilməlidir. Və qızlar, istəyirəm elə bu videoda bir şey də nəzərinizə çatdırım ki, əziz xanımlar, öz istəklərinizi, öz arzularınızı yerinə yetirmək üçün bilirəm ki, pul lazımdır. Pul üçünsə işləmək lazımdır. Başa düşürəm, bəzilərimizin yoldaşlarımız evdən çölə çıxmağa belə icazə vermir. Amma əlinizdə telefon varsa, bu videoya baxırsınızsa çox şanslısınız. Evdən çıxmadan da, heç bir yerə getmədən də gözəl işləyib pul qazana bilərsiniz. Mütləq nömrəmə yazın, köməkliyi sizə edəcəm.